Salam dostlar, hoş gördük sizləri. Bir tövlə sadəcə heyvan saxlanan yer deyil. Bu tövlə zəhmətin, səbrin və düzgün hesabın nəticəsidir. Hər gün vaxtında yem, vaxtında qulluq, vaxtında nəzarət. Bunların hamısı axırda gəlirə və artıma çevrilir. Yeni il gəldi. Yeni ildə məqsədimiz daha sağlam heyvanlar, daha planlı bəsləmə və tövlədən daha stabil qazanc əldə etməkdir. Unutmayaq, tövlədə itki yoxdursa, qazanc gec-tez gəlir. Əsas olan işi düzgün görmək və davamlı olmaqdır. Yeni il hər kəsə bol ruzi, bərəkətli tövlə və zəhmətin qarşılığını almağı nəsib etsin. Yeni iliniz mübarək olsun. Bir metre 26 santim. 1.26. Böyle. Bir 35. 1 metre 35 santim. Bir metre 37 santim. 1.37. Evet. Bir 44. 1 metre 44 santim. İndi heyvanların qabağını təmizləyək, qoy təmiz olsun. Çünki qabağında artıq cizbil qalır otdan. Bunları təmizləmək lazımdır. Sonra isə yem tökməyə rahat olsun, həm də qabaqları təmiz olsun. Yemdə dəyişiklik etmişəm. Demək, söhbət danalardan gedir. 4 qab arpa yemi,
arpa yemi ve buğday yemi qarışıqdır bu. 4 qab. Bu eləyir 800 qramdan 3 kilo 200. Üstüne ise 1 qab qarğıdalı yarması, üstüne ise pambığın toxumu. Bunları yaxşı-yaxşı qarışdırıram. Yaxşı qarışdırdıqdan sonra isə dünəndən şişib qalmış suyun içində jımıxın üstünə həmin qarışığı, qarışımı əlavə edirəm. Onları da qarışdırıram. Duzun zadının hamısını suyun içine tökmüşdüm. Həll olmuşdu içində. İndi isə heyvanların qabağına servis edirəm. İri heyvanlarıma sırf kəpək verirəm, çünki artıq onlar boğazlığa doğru gedir. Süt vermirlər. Gündəlik 3 litr süt gəlir. O da bu Angustan. Qırmızı ala inəyim ümumiyyətlə qurudub. 2 dənə düyə. Bunlara hamısına yaşamaq üçün elə belə kəpək verirəm. Bayaqki qarışımı isə danalara verirəm. Baxın dostlar, yemin tərkibində pambıq tumu, jımıq, arpa yarması, qarğıdalı unu var. Heyvanlar çox iştahla yeyir. Yəni universal bir yem hazırlamışam. Növbəti aylarda isə bu yemin üzerine bəzi yemləri də əlavə etmək fikrim var. Bunlardan biri o makaron yemdir. Daha sonra isə ancaq bunların kəmiyyətini artıracağım da. Kəpək verirəm bu heyvanlara, çünki çox güclü qulluq etməyin də yeri yoxdur. Dostlar, başlayaq bu ağdanadan. Bayaq çəkdim. 1 metr 26 santi gəldi. Bu da eləyir canlı ağırlıq 174 kilogram. Bunu da mən 45%'dən hesablayıram. Dişi heyvandır. Bu da gəlir 78 kilova. Hələ balacadır. Bu qara dana gəlib 1 metr 35 santi. 210 kilo diri çəki eləyir. Bunu da 45%'e vuranda 94 kilo çəki göstərir. Hələ tam dolmayıb ətə. Bu isə köktür. Bu gəlib 1 metr 37 santi.
Bu da 220 kilo diri çəki eləyir. Bunu da vururuq biz 45%-ə. Bu da 99 kiloqram çəki göstərir. Növbəti sonuncu bu simental dişi dana. Ümumiyyətlə danalarım hamısı dişidir. Onu qeyd edeyim. Bu dişi dana gəlib 1 metr 44 santı. Bu eləyir 247 kiloqram diri çəki. Bunu da 45%-ə vuranda 111 kiloqram çəki göstərib. Bu heyvan da hələ tam dolmayıb. Geldik bu damazda saxladığımız heyvanlara. Düyədir. Bazardan almışdım. Demək, onun adını İvanov'a qoymuşuq. 13 iyulda bəhərini alıb. 6 aylıq boğazdır. Bu isə öz heyvanımın balasıdır. 17 iyulda bəhərini alıb. Bu heyvan da 6 aylıq boğazdır. Bu da təmiz İvanovka sortu gedir. Anası simentaldır. Düyə mal biraz erkəndən bəzən yerin göstərir. Bu isə heyvanlarında ən belə deyək, qocamanıdır. 4-cü balasını doğacaq. 20 iyunda bəhərini alıb. 7 aylıq boğazdır. Artıq bir neçə gündür ki qurudub. Qabaş angusumuz 12 iyulda bəhərini alıb. 6 aylıq boğazdır. Hələlik süd verir. Səhər axşam 3 litr süd sağıram. Dostlar, indi heyvanların otunu döküm qabaqlarına. Ot da gündəlik bir pres gedir. Biri səhər, biri axşam 2 pres gedir gün ərzində. Gündə 2 dəfə heyvanlara qulluq edirəm, səhər axşam. Otumuz da, yonca da var içində. Qarışıq yığmışam. Adi bağ otu da indi bugünkü bəxtlərinə düşən bağ otudur. Dostlar, deməli gündəlik 2 presimiz gedir. Bu ay ərzində 60 pres eləyir. Presin birini hesablayaq 3 manatdan öz
tədarük etdiyim presdir, öz sahimin presidir. Bu videonu bir neçə dəfə çəkmişəm, bir neçə ay öncə. İndi istəyirəm ki, bu ildən təzə başlayayım. Ona görə əvvəlki göstəriciləri qeyd etməyəcəyim. Bu ildən hər ayın sonu bu video çəkiləcək. Demək dostlar, heyvanlarıma gördüyünüz kimi verirəm kəpək, qarğıdalı yarması, pambıq, arpa yemi və buğda yeminin qarışığın, ...2026 il yanvar ayının 1-idir. İnşallah ayın 31'ində yenə çəkəcəyim. Bu ay ərzində nə qədər yemə pul vermişəm, ümumiyyətlə nə qədər xərcim çıxıb, hamısı barədə sizə məlumat verəcəyəm. Dostlar, bizi axıra kimi izlədinizsə sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Zəhmət çəkənin ruzisi kəsilməz. Tövləniz dolu, heyvanınız sağlam, qazancınız bərəkətli olsun. Qismət olsa növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.